Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə Maşın Bazarından salamlayırıq. 2 həftədir çəkilişimiz yoxdur. Bu da videolarımızın daha az baxılması ilə əlaqədardır. Allah xeyir versin qardaş. Sağ ol, Allah köməyin olsun. 07-dir sizin maşınınızda. Bəli, bəli. Buyurun, məlumat verin bilək necə maşındır? 2010 dili 5700-ə deyirəm. Nə vaxtdan sizinkidir? Bu hardasa xeyli olar məndə. 1 ildir mi, 1 aydır mı? 6 ay, 6-7 ay. 6-7 ay olar. Yəni. Nə yaxşı bəs tez satası oldunuz? Satırıq da, nə Yox, deyirəm bəlkə Alverinə başlamısınız. Yo. Eləmək olar, qorxulu bir şey Yo, deyil. yo. Allah çörəyinizi versin. Sağ ol, Allah köməyin olsun. Əsas o maşın haqqında məlumatları düzgün verəsiniz ki, Maşın izləyici də problem bilsin. deyil. Yəni maşında bir dənə defekt yoxdur. Qəşəng maşındır. Sənədləri necədir? Qaydasında, hamısı qaydasındadır. Etibarnamədirmi? Və daverin üstündən, 1 illik daverin üstündən hamısı öz adımızdadır. Sənədlər texniki baxışdır, sığortadır. Hamısı yerində. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Nəsə düzəltdirdiniz? Yox, heç zat qoymamışam üstünə. Eləni canlısı da vəziyyətdir. Nədər heylədir. Mühərrik 06-dır mı? Nədər? Motoru. Motoru şeydən Sulinlidir, Niva. Necədir motorun vəziyyəti? Yaxşıdır, problem deyil motor. Yağ azaltması, səsi? Yox, heç zat yoxdur. Karabkası necə? 5'dir, Karabkaç salamat, difer salamat. Atma səs yoxdur ki? Yox, heç zat. Diferdə də səs yoxdur. Xeyr, yox. Altında çürüyü necə? Heç zat, çürüyü, heç zat yoxdur maşında, defekt yox. Olmasın. Danqrat yerləri varmı? Hamısı salamat. Öndə səs-küy necədir? Peradokunda? Hamısı salamat. Yoxdur ki səs-küy? Yox. Təkərlər Təkərlər bir dənə biraz zəifdir. O da yəni alıb təkər vurmaq lazımdır. Maşınımızın dəyişənlərini də deyin də. Qapı, krel, kapot. Yox, dəyişməyib heç zat. Hamısı zavod detallarıdır. Kraska necə? Kraska vurulmuş olar. Kraskalarım vurulub, vurulub. Kraskasız yəni. İndi kosmetik işləri yoxdur ki? Yox. Şüşələrdə də ön alın şüşəsində bir yerində çırtdaq var, bir yerində də ola bilər. ləkə var. Nəsə telefon tutacağı yapışdırmışmışlar. Telefon zad ləkə. Şitin üstündə də ki yenə ləkə var, amma belə qırıq çat yoxdur. Çart yoxdur. İşdəsi salamatdır, heç zad yoxdur. Oturacaqları necə? Çuxollanır. Çuxol şeydə biraz oraları da. Çuxollanıb da onlar da biraz süzülüblər. Yox, zavasko çuxoldur elə. Elə? Hə. Belə də normal maşında əsas qiymətidir. Qiymətindən də biləcəyik. 5700. 5700-ə deyirsiniz. Bəli. 5-ə vermək istəmirsiniz. Yox. Nə qədər endirim eləyək? 400 manat endirim eləyəkmi? Yox. 5200. Yox. 5700. Yox, sonunda indi. Bu almaq istəmir zəng eləsinlər. 5700-ə zəng eləmirik. Zəng eləsə razılaşarıq da. İndi əsas o endirim real varmı? alıcı olsa razılaşarıq. Qardaş deyir zəng eləsinlər. Onlara qəşəng endirim eləyəcəm. Hara gəlsinlər? Beyləqan. Əlaqə nömrəsini. 050 426 07 17. Allah xeyir versin. Sağ ol, Allah köməyin. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ ol müəllim. Qırmızı rəngdə Niva. Biz qırmızı deyirik, amma nədir? Albalıdır da, eləmi? Albalıdır, bəli. Buyur, məlumat ver. Maşın 2021-dir, 80.000 probekdir. İkinci sahibiyəm. Nə vaxtdan sizinkidir? 15500-ə deyirəm, 2 ildir. Aformutdur, etibarnamədirmi? Yox, öz adımızadır, tex pasportla. Tex pasport öz adınızdadır? Bəli. 2 il içərisində xərc çəkdinizmi maşına? Belə xırda-xuruş da, məsəl üçün yağın dəyişməkdir. Normal maşınlar nətəri elə yox, ta başqa təbii ehtiyaclardır. Hə, başqa heç bir şey yox. Mühərrikinə baxdırmadın? Mühərrikinə heç bir problem yoxdur. Zavoddan necə gəlib o vəziyyətdə deyilmi? Bəli. Yağ azaltmadır, səsdir, yoxdur ki elə bir şeylər. Xeyr, heç bir şey. Bütün kondisioner sistemidir, sideniya qızdırıcılardır, işləyir hamısı, güclülərdir. Adi Nivadır, yoxsa bunlar urban gedir? Yox, urbandır, zavod urbandır, bəli. Karobkası nədir? Karobka 5-dir, bəli. Necədir hidravlik vəziyyəti? roldur. Karobkada atma, səs yoxdur Heç bir problem yoxdur. 4 çəkəndir də? Bəli. Hazır vəziyyətdədir, istədiyin vaxt qoşursan. Bəli. Əllə mi qoşul, düymə ilə mi qoşul? Əllə. Diferlərdə səs yoxdur? Xeyr, heç bir səsi, heç bir problemi yoxdur. Belə bir şey deyirlər ki, yüksək sürətdə bunlar titrəmə verir, nəsə olur? Yox, heç bir şey yoxdur. Yəni özüm 150, 160, 170-ə kimi sürmüşəm. Problemi yox? Heç bir problemi yoxdur. Olmasın. Altında vəziyyət necədir? Elə üstü necə altıda elə. Dağa daşaza da deyirəm, qaldırdığınız Xeyr, burası. dağa sürülən maşın deyil. Özümüz üçün sürdüyümüz maşındır. Səs-küy yoxdur ki altında? Heç bir problemi yoxdur, heç bir problemi yoxdur. Təkərlər də yaxşı, dəyişmirsən Normaldır. təkəri, yoxsa elə zavoddan gələndir? Yox, dəyişmişik, bir dəfə dəyişmişik. Təzə təkərlər. Bəli.
Maşınımızın dəyişəni yəqin ki olmaz. Yox, heç bir detal dəyişmir. Kraska necə? Kraska buferlərə dəyib. Başqa rəng olub qırmızı eləmisiniz yoxsa necə? Yox, buferində elə bil daşsa çıxıb dəymələr zadlar var idi. Çıtaqlar var. Çıtaqları var idi. Rəhlətmişəm. Ön alın şüşəsini dəyişmisiniz amma deyəsən, eləmi? Qabaq şüşəni bəli dəyişmişik. Qırılmışdı mı yoxsa? Yox, yox, özündə tünd qaraydı mən alanda. Onunla bağlı dəyişmişəm bəli. Yan aynalar düymə ilə qalxır. Bəli, bəli. Şiti təmiz, oturacaqları Hər bir şey, hər bir şey necə kondisionerdə deyirsə, yaxşı hər bir işləyir. şey işləyir. Bu maşın bazdan necə çıxıb, o vəziyyətdə də nə funksiyası var, hamısı işləyir. Benzin nə qədər işlədir? 100-ə 7 belə. 7 litr. 7 litr, bəli. Qiymətli də deyirsiniz. Qiymət 15500 deyirəm, razılaşmaq olar. Son fikir 15-dir, yoxsa 15-dən aşağı düşmək olacaq? Razılaşarıq da, real alıcı ilə danışmaq olar onu. Əsas odur əlaqə Əsas odur saxlasınlar. ki, bəli, əlaqə saxlasın. Hansı rayondasınız? Bərdə. Telefon nömrəsi xatırladım. 051 352 68 16. Allah xeyir versin. 050-si də işləyir, 070-i də işləyir. Eyni nömrəni. Bəli, bəli. Uğurlar qardaş. Çox sağ olun, Allah razı olsun, hamıya uğurlar. Siz də sağ olun. Gəlin, alın, yaxşı sürməli maşındır. Təşəkkürlər, uğurlar, sağ olun. Sağ olun. Dəyərli izləyicilər, Bərdə maşın bazarında qazellərin yük maşınlarının satıldığı bir hissədir. Siz də almaq, satmaq istəyirsinizsə, buyurub gələ bilərsiniz. Bax, bu cür qazellərdir, Fordlardır. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. Maşınımız qazel. Qazel. Qazeldir maşınımız. Buyurun, Bəli. məlumat verin. Valla qəşəng maşındır, rahat maşındır. İli neçədir maşınımızın? İli 1999-cu ilindir. Siz nə vaxtdan işlədirsiniz? Bir 2 il olar. Aformut olunub, yoxsa etibarnamədir hələ də? Yox, generalni da vermişdir. Sənədlər qaydasındadır? Qaydasındadır bəli, hər şey hamısı. Xərcləriniz nə olub? Alandan sonra xərc çəkmisinizmi? 304 manat xərc qoymuşam hə. Mühərrik bunlarda nədir? 402. Öz zavoddan gələn mühərrik. Bəli. Necədir mühərrikin vəziyyəti? Qəşəng. Yağ azaltmadır, səsdir. Yoxdur, heç nə. Sən xodlayım, baxın. Yanacaq sərfiyyatı nə qədər? Qəşəng. Yaxşı, Korobka qəşəng. atması səsi. Heç nə yox. Diferdə səs yoxdur. Yoxdur, yox. Bunlarda əsas problem nədə olur? Diferdəmi, kardandamı, korobkadamı? Əsas korobkada da dolub. Vıyıltı verir, belə əsas problem olur. Diferdə elə güclü problem olmur. Altı necədir? Qəşəng. Hamısı Standartdırmı, yoxsa gücləndirilibdir raması? yox, gücləndirilibdir. Öz raması paşdı deyərəm qalmayıb da bunun. Yəni Sonradan əlavələr olur. əlavələr var da, şivellər zətlər hamısı. Təkərləri də yaxşıdır. Sazdır, hə. Səs-küy yoxdur altında. Heç nə, heç kapmır. Pol da taxtadır, yoxsa? Taxtadır. Polunda vəziyyət necə? Yaxşı, əla. Bir dənə elə bilirəm tintindədir biraz Zavod problem. qoydu da, elə bir ki, zavod buraxan bort. Yağ düşür içərisinə. Yox, heç nə düşmür, yox. Yəni artırılma heç nə yoxdur. Kabinkası da yaxşıdır. Yaxşıdır, hə. Kabinkada yaxşı oturacaqlar da. Bizə də ön aynasında alın Çat var, şüşəsində hə, çatları hə, var. hə. Bir də şit bozarıbdır. Bu da Biraz işdi də. yük maşını üçün elə biləm normaldır, elə? Normal, əlbəttə ki. Qiyməti neçədir? 7000-ə deyirik. Endirim nə qədər eləyək? 300-400 belə. 6-5-ə. Bəli, hə, son 6-5. 6-5. Hansı rayondasınız? Ağdaş. Əlaqə nömrəsini də xatırladın? 070 621 11 95. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun qardaşım. Xeyir olsun qardaşım. Çox sağ ol. Sizdə də qazel maşınıdır, satırsınız. Bəli. Buyurun, məlumat verin, bilək necə maşındır? Bu 1 ildə almışam, Davernüstü məndədir. Yəni hələ varsa 10 ay zaddır. Mən buna xərc qoymamışam qardaş. Ancaq yağın töküb sürmüşəm, benzinin yağın, ifs yox. ZMZ motordur, 98 dili. Yəni qəşəng maşındır. Rahat, gözəl. Prosto məndə 2 dənə deyim, birini satmalı olam. Ona görə satıram. Hə, lap yaxşı. ZMZ mühərrik özündə gələndirmi, yoxsa sonradan əlavə olunub? Bəli, öz üstündə gələndir. Sənədlə yəni? Hə, sənədlə öz üstündə gələndir. Sənədlər necə? Hamısı yerində, qaydasındadır. Mühərrikdə yağ azaltmadır, səsdir. Heç nə. Korobkası necə? Korobkası da superdir. Atma səsi yoxdur ki? Yox, heç nə. Difer yaxşıdır. Super, hər bir şey superdir. Altında vəziyyət necədir? Altı da gördüyün kimi. Ramada çatı, qırığı, nəsə yoxdur ki Yox, heç nə? mən bunu yükə vurmamışam amma mən buna alaq vaxtı işçiyə 1-2 ay işlətmişəm, ifs yox. Yəni o vaxtdan elə Sizdən əvvəl işlədiblər də 98-dən məndən qabaq indiyə. işlədiblər, mən alanda baxıb almışam, yəni
Məndən də sonra kim olacaq Allah xeyrin versin. Amin inşallah. Yəni maşının sözü yoxdur. Pol necədir? Taxtadır Polu mı? taxtadır. Qırığı falan yoxdur ki. Yox. Yaxşıdırlar mı? Yəni təzə taxtadır yoxsa eləsin deyirəm, çürüməsi yoxdur. Təzə deyil, amma yəni qəşəngdir də, pis deyil. İçərisini elə yaxşı görə bilmədik, böyük daşımaq bilet çətin idi. Tentində falan da nəsə problem yoxdur kozada. Gördüyün kimi hamısı qəşəng qaydasında yerindədir. Heç nə. Sizdə də ön alış şüşəsində çatlar var. Oturacaqlar amma yaxşıdır deyəsən, hə? Hamısı yəni qaydasındadır. Yəni belə deyək də, yəni qazeldir, yük maşınıdır, çörək qazanmaq maşınıdır. Onun durub indi üstünə başqa nə üzdüsə çəkim, amma belə yəni hamısı qaydasında, cırığı yox, söküyü yox, hamısı qaydasında yerindədir. Ön təkərlər yaxşıdır, amma arxa təkərlər elə biləm zəifliyib, eləmi? Demək olar ki, bir 30%, 40% zəifliyib də. Yəni qabaqçılar laf təzədir, amma 30-40% arxalar. İşlətmək olur da yəni hələ. Hə, 1 il belə işlətmək olar. Problem. Yanacağı nə qədərdir bunların? Yanacaq 100-ə yandırır 14-15. Qiyməti neçə deyirsiniz? Qiymətin 8-ə deyirəm, inşallah real alan olsa razılaşarıq. Təxmin nə qədər? 500, 600? Elə o civarı. Hansı rayondasınız? Beyləqan. Əlaqə nömrəsini deyə bilərsiniz? Bəli, 070 962 94 91. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. Maşınınız Forddur. Ford Transit hə. Buyurun, məlumat verin bilək, necə maşındır maşınınız? Maşın Beskraska maşındır. Azərbaycanda birinci yiyəsi mən olmuşam. Gürcüstandan gətirmişəm. Beskraska maşındır. İli neçədir? 2008 dili. 2 motor, dizel. Nə vaxtdan sizdədir? Qabaq çəkən. 1 il olar. Bu indi hazırda yəni qoyurlar belə ili 10 ildən yuxarını gətirmək yoxsa? Çoxdan bir il olar gətirmişəm də belə olar. Yox, yəni deyirəm yük maşınlarına icazə verirlərmi elə köhnə maşınlar gətirməyə? Ha, verirlər. Azərbaycanda ən birinci yiyəsi mən olmuşam. Sənəd öz adınız adı, Bəli, aform öz adınız adı. adı. Lap yaxşı. Xərc çəkməmisiniz alandan sonra? Çəkmişəm biraz həm aparatura, fara, mara belə yığılmışam. Biraz nə bilim, başqa heç nə etməmişəm. Motor nədir bunlarda? Motor 2-2. Dizel Süper. mühərrikdir. Süper. Necədir mühərrikin vəziyyəti? Yaxşı, super. Yağ azaltmadır, Heç nə, səsdir. heç nə. 300 min göstərin. Nə qədər doğrudur da deyə bilmirəm. Olar bəlkə də bilmirəm amma Gürcüstandan sürülüb də bu. Motoru yaxşı deyirsiniz. Nə qədər yanacaq yandırırdı? Bilmirəm amma 100-ə nə qədər yandırırdı bu. Obşum 25 manatdan başa gedirsən buna. Kondisioner var? Kondisioner yox. Metro olmayıbdı yoxsa çıxardıblar? Yox, yoxdur. Ümumiyyətlə sadə. Korobkası mexanikadır. Hamısı işlək vəziyyətdə. Önə 6-dır bunlarda. Yoxsa 5-dir? Önə. 6. Önə 6 6-dır. skorusdur. Korobkada problem yoxdur. Yox, heç bir problem. Ön çəkirmi, arxa çəkirmi? Qabaq çəkir. Qranatlarda səs-küy, Heç nə, pedokun heç nə. ümumiyyətcə səs-küy yoxdur. Heç stat yox burada. 6 necədir? 6 da çiçək kimi. Çürük pas. Heç nə, heç nə. Səs-küy yoxdur ümumiyyətcə Yox, altında. heç bir səs yox olmaz. Təkərlər normalna? Qabaq təkərlər biraz zəifdir, amma arxalar yaxşı. Çünki qabaq çəkir axı. Hə, bildim. Deyirsiniz dəyişilən detalı yox. Heç bir detal dəyişilən. Kraska hətta vurulmayıb, hə? Kraska vurulub tala-tala yerlərində, elə belə yüngü cızıqsa da olub. Zavod kraskasından. Zavod Rəngi də kraskadır. qəşəng rəngdir. Prosta tozlanıb deyə, hə? Hə, tozdur, bir yağış yağırdı gələndə. Şüşələr yaxşıdır. Və də içərisidəki bütöv açıqdır. Ev ayaq altı zat, hər bir şey var da, yəni. Yük hissəsini deyirəm. Yük hissəsi bütövdə Və açıqdır. yük üçündür də, boşdur. Öndədəki normalno oturacaqlar parçadır. Bəli, bəli. Cırıq sökük yoxdur, elə bilirəm, eləmi? Yüngülvari bir də bir dənə biraz var. Hə, sürücü tərəfdə Hə. az bir hissəsindədir. Nöqtə boyu. Təmiz. Monitoru da var hətta. Monitor, zat, kolonka. Səs sistemi bahalıdır, hə? 6 dənə kem voltdur. 5000 üstü terdi. Ha, cəmaət heç balaca maşın bunu yığır. Əməli başlı maşınımıza aparatura 290 manat pul verəcəm. Polkalı zaddır. Maşınımızın qiyməti neçədir? 17 yarıma. 17.500-ə deyirsiniz. Endirmə qədər eləyək. 17 16.5-ə verək. 16.5-ə 1000 manat endirim eləyək. Təklif eləyirəm ha mən. Mənimki ancaq təklifdir. 16.5-ə yox, 16.8-ə verərəm. Hara gəlsinlər? Hansı rayondasınız? Füzulda yaşayır. Füzulidə də maşınınız. Hə, Ha, təbii ki, videoya baxanda da artıq Füzulidə Bəli, olasınız. bəli. Allah eləsin satıb gedəsiniz. İnşallah. Əlaqə nömrəsini deyin. 051 700 40 00. Xeyirli uğurlu olsun. Sağ qardaş. olun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol qardaş. İli 2008-dir. Kia Rio.
Bəli, 1.4 benzin. Yəni Ksok kraskası var, yaxşı vəziyyətdədir maşın. 9800-ə də deyirəm. Maşına bütün funksiyalar işləyir hamısı. Nə vaxtdan sizinkidir maşın? 1 ildir. Sənədi nədir? Aformut etibardan. Öz adımadır. Aformut elətdirmisiniz. Tex motor sığortası da var da yəni maşının. Sənədlər qaydasında. Hər şey qaydasındadır. 1 il içərisində xərciniz nə oldu? Nə düzəltdirdiniz? Xadavon yığdırmışam. Mühərrik dediniz neçə kubdur? Mühərrik. 1.4-dürmü? 1.5? 1.4 benzin, 105 at gücüdür. Necədir mühərrikin vəziyyəti? Əla vəziyyətdə, karovkadır. 295 min göstərir, yürüyüş. Yaxşı vəziyyətdədir maşın. Yağ azaltması, səsi? Yox. Bilmədiniz, şey açılıb yoxsa? Yox, açılmır. Korobkası mexanika, Mexanika. önə 5. Bəli. Atma səs yoxdur ki? Heç nə. Yanacağı nə qədər yandırdı? Heç onu demədik. Sırasında 5 litr yarım. Kondisioner varmı? Hər şey var. Qəşəng. Kondisionerdir, petdir, ABS-dir, hamısı işləyir. Kondisioner buz kimi vurur. Öndə vəziyyət necədir Peredokda? Çiçək kimi. Təzə yığdırmışam. Səsi küyü yoxdur Yox, ki? heç nə yoxdur. Təkərlər Qabaq Zəifdir. təkərlər zəifdir, yəni onun pulunu çıxacam. altında vəziyyət necədir? Ürəyin istəyir altında, yəni Pası, deyir, çürüyü. oradan buradan Ksok kraskası var bu başı. Yəni elə çox yəni sürülmür bu maşın. Deyirsiz maşınımızın dəyişiləni yoxdur. Qapı, kapot, Yox, hamısı özününküdür. Oradan buradan kraskası var. zavod kraskası hətta var deyirsiz. Bəli. Şüşələrdə vəziyyət necə? Qırıq Qabaq çat yoxdur. partpresdə çat var, onun da pulunu çıxacam. Töv gedirdi. Hə, o birisi tərəfdə də partpres dəyişsə daha yaxşı olar. Çıxacam, onun pulunu çıxacam. Yan şüşələr düymə deməlidirmi? Knop qaldı. Aha. Knopka 4-ü də. 4-ü də düymə Hə. eləyir. İşte də Full variantıdır da. Oturacaqlar parça. Hə. Da bunlarda parça olur, hamısı Acıq parça. sökük yoxdur elə Yox, bilmə. heç nə yox, hamısı. Salon səliqəli vəziyyətdə. Normal maşındır. Qiymətini də dedik. 9800-ə deyirəm, razılaşmaq olar. Bütöv 9-a vermək olar. Danışmaq olar da yəni. Biz təklifimizi eləyirik. Hə. Hansı rayonda? İddialıcı olsun, danışmağa. Hansı rayondasınız? Mingəçevir şəhərində. Əlaqə nömrəsi 050 636 77 69. Bu nömrənin 070 də məndədir. uğurlar arzu edirəm qardaşım. Oldu. Çox sağ ol, Allah razı olsun. Siz də sağ olun. Xeyirli olsun. Sağ ol qardaş, çox sağ ol. Maşınımız 07. Bəli. Maraqlı da rəngi var. Bəli. Zavod rəngidirmi yoxsa dəyişildimi bunun? Yox, zavoddur, zavod belə burax. Sənəddə yəni qeyd olunan rəng budur. Bəli. Hamısı ekspertizə də hamısı da qaydasındadır. Buyurun, məlumat verin bilək necə maşındır? Rəngi gördüyünüz kimi də bejdir rəngi, sənəddə sübuta hamısı da qaydasındadır. İl neçədir? İl 2007-dir. Qiymət tək 6-5 deyilir. Real alıcıya da endirim olacaq. Nə vaxtdan sizin maşındır? 4 il 5 ildir belə olur. Aformut etibarnamə. Öz Yox, adınız olan öz maşın. adımızdadır. Sənəddə sübuta hamısı belə. Sənədlər qaydasında? Hamısı qaydasındadır. Yəqin ki 6 il içərisində xərc çəkilər, eləmi? Hacı? Can qurban. Deyirəm yəqin ki 5-6 il içərisində xərc çəkilər də maşınınızı. Bəli. Müəyyən yerlər də. Motorunu yığdırmısınız? Yox, elə Zavoddan gələn motor. Bəli. Yağ azaltmadır, səsdir. Yox, hamısı. Korobka necə? Karabka 5-dir, o da səs eləmir. Atmağı yoxdur. Yox. Difer necədir? Düfür də yaxşıdır. Altında cizədə yoxdur, polunda. Bəli, yox, radinoid da maşın. Yox, harasa dəyə, dağıla, çürüyə yoxdur Yox, ki. yox. Danqrat yerləri salamat. Salamat da hamısı. Öndə vəziyyət necədir Peredokda? Super vəziyyətdə də qaydasındadır. Daş kəsəli yolda səs eləmir. Xeyr. Yəni pasiyan özümüzdə olub da, yəni normallı sürülən maşındır. Əziyyət görməmiş maşındır. Təkərlər də normaldır. Təkərlər də bəli. Dəyişilənləri hansılardır? Dəyişilən yoxdur, amma rənglənən yerlər var, ya da işlənən yerlər var. Qapı, krel, kapot tam sözünki. Bəli. Kraska tam vurulub yoxsa? Yox, deyim məsəl üçün qabaq krellərdə bir-iki yerdə işlənmə var da yüngül. Aha. Hətta zavod kraskasının deyirik var burada. Bəli. Qəşəng. Hazırda kozmetik şey elə biləm yoxdur. Yox, hər şey qaydasındadır. Şüşələr yaxşıdırmı? Qırıq çat yoxdur ki? Yox, hamısı qaydasındadır. Yan aynalar düymədir, məldirmi? Əlləndir. İşdə çat var, hə, bir yerdədir çat. İşdə bir yerdə çat Hə, var. bir yerdə. Oturacaqlarda necə? Oturacaq da qaydasındadır. Zədəsi var, sürücü tərəfdədir o da. Çox balaca bir şeydir. Maşınımız normal maşındır. Aparatura yoxdur. Yox. Qiymət neçə idi? Qiymət 6-5-ə endirim də olacaq real alıcıya. 6 minə vermək olar, 6 min. Vermək olar da Hansı rayondasınız? Beyləqan Əlaqə nömrəsində. 050 884 4939. Allah xeyir versin. Çox sağ ol. Siz də sağ olun.
Xeyir olsun qardaş. Sağ ol, ulaşmayalım. 07 maşın. Bəli. Buyurun məlumat verin bilək İli necə maşın? 99'dur. Motor 79.9, yəni sürənlər bilər ki, nə motordur, nə oluşdu. Noluş mühərrikidir. Bəli. Zavoddan özündə gələn mühərrikdirmi yoxsa dəyişir? Bəli, üstünə gələn motordur. Motor da ki, bir ay bundan əvvəl yığdırmışam, birinci açılış olub motorun. Mühərriki yığdırdınız. Bəli. Qalan hər şeydir ki, saat kimdir. Nə vaxtdan sizdədir ki maşın? 4 il. Aformut olunub? Bəli, öz adım oldu. 4 il içərisində birinci dəfə idi mühərrik yığdırdınız. Bəli. İndi necədir mühərrik? Saat kimi. Da yağ azaltma problemlər Heç. qalxdı mı aradan? Bəli, heç bir problem yoxdur. Korobkası necədir? Korobka 4, Atma, səs. yüngül 2-dən tullayır. Deyə motoru yığdıranda onu da düzəltdirərdin. O da 2 gündə oldu. Hə, təzərkən oldu. Bəli. Çoxdurmu xərci? Yox, patoloq önəmim 50 çıxma xərc olar korobkanın. Difer yaxşıdır. Yaxşıdır. Normal. Altı necədir? Çürük deyilən şey yoxdur maşında. Olanlar çıxıbdımı yoxsa heç Hamısını çürümüyüb? çıxartmışam. Ha, çıxartdınız. 5 şumkası olunub, hər bir şey. Danqrat yerləri salamatdır? Salamat. Öndə vəziyyət necədir peredokunda? Super. Daş kəsəkli yolda səs eləmir ki? Super. Tıqqıltısı yoxdur. Təkərlər yaxşıdır. Bəli. Təkərlər hələ ki işlətmək olar. Elə bilirəm Bəli. çox da yaxşıdır. Yarısı yox təkərlər. Dəyişilənlərin də deyin də bizə. O indi nə bilim 99-dan bura Yəqin ki dəyişilmiş olar. olar bəlkə nə bilim. Birdən 76 maşın çəkirəm deyir dəyişilməyib. Amma yox, mən maşının yiyəsi, bunu turbaza qoymuşdum mən. Maşının yiyəsi mərdən gibi siyəzəndən yiyəsi. Aha. Deyir ki, maşın 99-dan bizdə olub 2021-də satılıb maşın. Yəni ona kimi udar-mudar görüb. Da indi o 2021-dən arada bir il fərq olub, da o bilməm. Məndən qabaq alan vurub, nağarıb o bilmir. Olar bəlkə də, nə deyək. Amma yəni belə ətəklərini iş gördürmüşəm. Çürüyü Kosmetik işləri var indi. Hal-hazırda yox, belə otur sür maşın. Aynalar necədir? Qırıq çat yoxdur. Ön alın şüşəsində çıxdaq var. Nətəri? Ön alın şüşəsində deyirəm çıxdaq var. İki Hə, bir yerdən dənə görürəm. xırda daş deyə buna. Hə, şitin üstü bağlıdır. İşte super bir şeydir, prosto nə bilim məndən qabaq kimsə. Ha, üstünə skol çollu çəkdi. Yan aynalarda əllə qalxar da yəni Bəli, ki. bəli. Oturacaqlar necə? Zədə yoxdur. Xeyr, oturdum superdir. Normal maşın qiyməti 38. 3800. Bəli. Endirim eləyək Olar, razılaşma olar. 3400. Olar. Biz təklif eləyirik, ha, məcbur eləmirik. Olar. Hansı rayondasınız? Göyçay. Əlaqə nömrəsi. 050 629 0451. Allah xeyir versin. Sağ ol, çox sağ ol. Siz də sağ qardaş. Xeyir olsun qardaş. Sağ ol, çox sağ ol. 06 maşın. Maşın ili 87-dir, motor 06, korobka 5. Xada boyuna başımdan cavabdəyəm. Yəni bir kapli səs yox. Nə vaxtdan sizinkidir bu maşın? Bir ildir. Sənədi Şəxsi nədir? işlətdiyim maşındır. Sənədi, aformutdurmu, etibarnamədirmi? Generalda varsa. Vaxtına varmı? Var, çoxdur. Texniki baxışında dünən keçmişəm. Su ortası 2 ayda keçirilibdi. Belə Alandan sonra xərcləriniz nə olub? çox xərc çəkmişəm. Motoru məsəl üçün yığdırmışam, yəni keyfimdən yığdırmışam. Motorda problem yoxdur. Bir balaca cüzi yağ azaltması vardı, ona görə yığdırmışam. Nədir motoru? Difer 06-nın özüdür, zavod özünün motoru. Korobka 5 qoymuşam, yəni maşın ağsaqqal kişidə olub. Maşın ağsaqqal adamda olub, 4 zavodlu korobka 5 qoymuşam, diferini dəyişmişəm. Xadavoyun yığdırmışam, belə maşın baxımlı İndi maşın. hazırda motorda, korobkada, Heç diferdə bir problem yoxdur, Problem yox. başına cəhətdir. altı necədir, polo? Bir kapil nədir, çürük yox. Çürük pası olanlar çıxıb yoxsa heç olmayıblar? Olmayıb. Danqrat yerləri salamatdır. Salamat, 4 də salamat, problem yox. Öndə vəziyyət necədir, peredokda? Əla. Daş kəsəkli yolda səs yoxdur ki. Bir kapli səs yoxdur, 3 gün yığdırmışam Xadavoyun. Təkərlər də normaldır elə. Normal təkərlər. Önlər elə bil yaxşıdır, arxalar zəif, yoxsa eynidirlər? Zəifi var, hə. Normal. Dəyişilənlərin də deyin də bizə. Dəyişilənlərin vallahi Əslində qalanı soruşmalıyıq. 87-dən yəqin Ha. ki dəyişilmiş olar. amma belə problemli maşın deyil, xeyirli maşındır. Elə biləm kosmetik işləri var müəyyən yerlərində, cüzi də olsa, hə? Hə, yəqin ki. Kapotun üstündə nəsə bozarmalar Həm var. parlovka zad eləsələr yəqin ki gedər. Aha, rəng də maraqlı rəngdir. Rəng dəyişilmiş olar da. Rəng 87-də inanmıram belə bir rəng olsun. Sənətdə yaşıl sarı metalik gedir. Yəni maşınımız bu cür, yəni aynalarına baxaq. Aynalar normaldıırmı? Yoxsa Çartdağı özündə heç nəyi yoxdur. Şit yaxşıdır. Bir dənə cızığı yoxdur işte, problem Şit də yox. yaxşı.
Oturacaqlarda necə? Sideniklər Opel qızdırıcısını da qoşa bilərlər, qoşsalar. Aha, Hamısı var. oturacaqlar dəyişilib. Aparatları var, hə. Opel'di qızdırıcı ilə qoşa bilərlər. Qiyməti neçə? Qiymət 4000 deyirəm. 4000 nə deyirsiniz? Hə. İlinə görə biraz baha deyil ki. İndi razılaşmaq olar da. Nə qədər endirim eləyək? Nə 700 bilim manat endirim eləmək olar? Hə? Təklif eləyirik biz 700 manat. Yox, o çoxdur. Çox. Nə qədər? Maşın 500? 500? olar. Hansı rayondasınız? Xankəndində yaşayıram, mən Ağcabədi rayonunda ola bilərəm. Ağdam, Ağcabədi rayonunda ola bilərəm. Yəni maşın istəyən olsa o zonalarda göstərə bilərsiniz. Problem yox. İndi onsuz da portal almaq orada gəlsinlər, həm də gəlsinlər. Məndə portal 2 aylıqdır, problem deyil. Gələrəm, özüm gələrəm, heç əziyyət çəkməsinlər. Əlaqə nömrəsini deyin. 050 461 1846. Uğurlar arzu eləyirəm. Sağ ol, təşəkkür edirəm. Çox Siz sağ ol. də sağ olun. Qardaş Allah bazar versin. Çox sağ ol. Maşınımız Xəzər. ST 2019-cu il 1.7 motordur. Maşında heç bir problem yoxdur bugünkü gündə. Yəni alan alıcılar gəlib baxa bilər. 2019. 2019-cu ildir, bəli. Siz nə vaxtdan işlədirsiniz? 1 il olar mən aldığım. Öz adım Aformutdur. Sənədlər necə? Sənədlər hamısı qaydasındadır. Adım Aformutdur. Texniki baxışdan fevralın 22-si keçmişəm. 2 illik texniki baxış müddəti var. Sığortadan yeni keçilib, hamısı təzə. 4 dənə təzə təkər salınıbdır. Hamısı təzə vəziyyətdədir. Maşında bugünkü gün heç bir problem yoxdur. Mühərriki bunun 1.7 1.7. deyirsiniz. Benzin olur da bunlar. Benzindir, benzin. 1.7 benzin. Necədir mühərrikin vəziyyəti? Hər bir şey qaydasında. 215 yağı, min. suyu, hər bir şey benzin yerində. Kilometr deyirəm 255 215 min. 215 min sürülübdür. Bilmədiniz mühərrik açılıb, yığılıb. Xeyr, mühərrikdə açılıb yığılma olmayıb, ancaq bunların remenləri dəyişilir 60 mindən bir, yəni təzə dəyişdirmişəm hal-hazırda. Yəni o özün üçün olan bir şeydir də yəni. Yağ azaltması, səsi. Xeyr, heç bir şey. 5000-də yağı dəyişirəm, maxima yağı tökürəm. Yanacaq sərfiyyatında deyin də bizə. Yanacaq sərfiyyatı belə deyim də, bu ST-lərdə zastunkası yaxşı olur deyə, yəni bunlarda yanacaq az yandırır. 7-8 litr arası yanacaq yandırır. Kondisioner var mı bunlarda? Bəli, kondisioneri, hər bir şey, peçi, hər bir şey qaydasındadır. Yəni, mexanikadır? Mexanikadır, bəli. Bugünkü gün maşında belə deyim də, yəni sırf sürməyə görə bir problemi yoxdur. Hər bir şey qaydasındadır. Qutusunda yoxdur problem? Xeyr, heç arasında. Heç bir ön çəkən maşında bu? Bəli, bəli, ön. Öndə vəziyyət necədir, Perodokda? Hər bir şey qaydasındadır. Qranatların səsi yoxdur. Razvalinin rezinlərində problem var idi, yeyilmişdi, dəyişdirmişəm hamısını bugünkü gün. Hamısı qaydasındadır. Yəni maşına baxanıq. Yəni maşın problemsiz maşındır bugünkü gün. Təkərlər yaxşıdır? Təkərlər təzə salınıb hamısı. Altında vəziyyət necədir? Altında çürüyü, pası, heç bir şey yoxdur. Zavod nətər gəlibdirsə, yəni eyni o qaydada heç bir problemi yoxdur. Dəyişilən? Özüm üçün heç bir şey dəyişməyib. Sadəcə qabaq kurlo sağ tərəfdən qapının ağzına saxlanılıb, gəlib vurulub, təzədən yığılıbdır. Qabaq kurlonucu. Qabaq setkasını zadı özüm üçün absovkasını dəyişmişəm. Arxaya diffuzerzədir, yəni özüm üçün. Yəni biraz rəng vuruldu mu? Rənglənib maşın? Bəli, bəli. Maşın kraskalanıbdır, kraskalanmağa. Ağ rəngdə olub da elə biləcəm. Ancaq detalda dəyişiklik olmayıb. Bəli, bəli, ağ rəngdə. Şüşələr yaxşıdırmı? Qırıq bəli, bəli, hər bir şey salamatdır. Düymə ilə qalxır. Bəli, bəli, podyomnikləri hamısı işləyir, dördü də. Aha, nə gözəl. Hamısı işləyir. Arxa görüntü kamerasına tam var. Monitordur bugünkü gündə. İştin üstü təmiz. Əsas bu maşınlarda yanacaq sərfiyyatdır. O da ki, yəni yaxşıdır. Şükür Allah, məndə superdir. Hər bir şey qaydasındadır. Oturacaqlar da yaxşı. Oturacaqlar da hər bir şey yerində, qaydasında. Maşınımızı istəyən də var. Bizi də çək, gör nə deyir. Bəli, bəli. Biz də bunu almaq istəyirik. Allah xeyrini versin. Sağ ol. Amin, amin. Da il 2019-dur. Bəli. 9200-ə deyirəm. Özüm bir il bundan qabaq buradan Bərdə bazarından almışam. 10.000 demişdilər, 900 almışıq. Bəli. İndi bugünkü gündə yəni fikrim real satmaqdır. Real fikrin nədir? Yəni 9000-ədir fikrim. Yəni Allah xeyrini versin. Allah bazarınızı versin. Sağ ol. Qardaş, sən də sağ ol ki, gəl bir də bax kişi də bizim bəlli. Allah can sağlığı versin hər birimizə. Kişi maşın almaq istəyir, maşına gəlir. Elə bu Xəzərdən mi axtarırsınız yoxsa təsadüfən? Yox, yox, bizim real fikrimiz maşın almaq istəyir. Ona görə də bu maşınlarda Xəzər maşınları. Razılaşma yeri var. Görək də indi siz gedəndən sonra bəlkə qardaşım sözümü söyləyək. Hansı rayondan gəlmisiniz? Tərtər rayonunun Nərmaniyə kəndidir. Xoş gəlibsiz. Uğurlar arzu eləyirəm hər birinizə. Allah xeyir versin sizə.
Qardaşımız da maşını dedi. Qiyməti neçə dedik Mən qardaş? qiyməti 9200-ə deyirdim, daya dedim da sonu yəni 9000-dir. 9000. yəni 8500 maşın- istəyən olsa verməyək, 8500. 8-5 yox, bir 200 manat, 300 manat oradan keçərəm, yəni hörmət edirəm. Ancaq belə deyim də düzdür. Belə maşınlardan 7000-ə də var. Eləsi var ki, 7000. Maşından asılıdır Ancaq da. maşının salamat söhbəti var, hə. Mən özüm alanda yəni bir ay axtarıb zorla bu tapmışam. Yəni hər tərəfli də, yəni motor cəhəti olsun, lap xadavay olsun, maşın özü olsun. Yəni maşın salamat maşın deyə o qiymətə təklif olunur. Maşınımız da Goranboy rayonundadır. Bəli, Goranboy Əlaqə rayonundadır nömrəsində ki, deyin. 070 690 20 22. Uğurlar bir daha Çox qardaş. sağ olun. Siz də Allah sağ razı olun. olsun.